Hacı Şahin kimdir? Həsənli Şahin Hüseynoğlu 1974-cü ildə Bakıda anadan olmuşam. Orta məktəbi 189 sayılı məktəbdə oxumuşam, orta təhsilini orada almışam. Ondan sonra Texnik Universiteti bitirmişəm və ikinci ixtisas üzrə də Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirmişəm. Dinə marağım belə gənc yaşlarımdan olub. Ailədə belə gündəlik dini ayinləri icra edən insanlar olmayıb, yəni Sovet ailəsi olub. Amma özüm də səbəbini bilmirəm, amma qəlbimdə, ürəyimdə dinə maraq olub və 92-ci ildə ibadətə başlamışam. Ərəb, fars dillərini öyrənmişəm və dini ədəbiyyatı mütaliə etmişəm. Gənclik dövrümüzdə Gənclər Təşkilatının sədri olmuşam. Ondan sonra Məşəd Dadaş məscidində imam vəzifəsində olmuşam. Hal-hazırda Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvüyəm və eyni zamanda Mənəvi Dünya İctimai Birliyinin sədriyəm. Bu qısa olaraq mənim haqqımda, öz haqqımda məlumat.